Məsələn, bir misal çəkək, hətta aydın olsun. Məsələn, sən 10 kağız parçası götür əlimə. Yəni, məsələn, 3 sm, 4 sm, 4 bucaqlı kiçik bir kağız parçası götür, 10 dənə. Sonra üstünə yaz 1, 2, yəni birinin üstünə 1, sonra 2, sonra 3, 10 dənə kiçik kağız parçası. Sonra onları qatışdır, tök cibivə və ya tök bir torbanın içinə. Sən nə qədər cəhd eləməlisən ki, nizamlı və tərtibli şəkildə 1, sonra 2, sonra 3, sonra 4, sonra 5, hətta 10-a qədər çıxsın və təsadüfən olsun bu. Mümkün deyil, dağınıq çıxacaq. 2, sonra 5, sonra 7. Ola bilər çıxsın 1, 2, 3, 4, amma birincidən yox. Yəni təsadüf olmur bu. Yəni o zaman yer, dünya, kainat neçənci cəhddə, neçənci dəfə cəhd eləyəndə belə nizamlı düzəlib. Hələ kainatın özü. Yaxşı, oradakı heyvanlarda olan təsadüf, quşlarda olan təsadüf, insanlarda olan təsadüf, ağaclarda olan təsadüf. Və bu təsadüflərin heç biri ortaya düzgün şəkildə çıxmır. Əslində təsadüf nizamlı və intizamlı bir şeyi mövcud edən bir proses deyil. Mütləq və mütləq nizamlı və intizamlı olan bir prosesin mövcudluğu bir varlığa bağlı olmalıdır. O varlıq ki, alimdir və hikmətlidir və elmi hər şeyi əhatə edir. Hikməti hər şeyi əhatə edir ki, bu qədər nizamlı, intizamlıdır. O zaman təsadüf yoxdur, bir varlıq var. Hansı ki, o varlıq xəlq edib hər şeyi, yaradıb. Ona görə o iddia ki, hər şey təsadüfən olub, bu iddia batildir. Ne üçün? Çünki təsadüf nizam və intizamlı bir şeyi tərtibli şəkildə ortaya gətirə bilməz. Necə bayaq ki, çəkdiyimiz misal.